Değerli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Cənubun Səsinin bugünkü qonağı Azərbaycan Respublikasının İctimai Siyasi xadimi, yazıcı, texnika elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar mühəndisi Hüseyn Bala müəllim Mirəlimov. Hüseyn Bala müəllim, sizi salamlayıram. Teşekkür ederim, sağ olun. Dəvətimizi qəbul etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm və Cənub bölgəsini təmsil edən bir media nümayəndəsi olaraq bu günləri istədim ki, bir cənublu olaraq Hüseyn Bala müəllim Cənubun Səsinə müsahibə versin. Və inanıram ki, tam səmimi şəkildə və maraqlı bir müsahibə alınacaq. Artıq uzun müddət idi ki, biz görüşmürdük. Nəhayət illər sonra yenidən görüşümüz baş tutdu. Hüseyn Bala Mirəlimov istəyərdim ki, izləyicilərə özü haqqında qısaca bir məlumat versin. Buyurun. Ben 25 iyun 1945 ildə Lerik rayonunun Noravit kəndində anadan olmuşam. Və anamın qucağında olarkən Lənkərana köçmüşük. Mən Lənkəranda böyümüşəm. Orta məktəbi Lənkəranda qurtarmışam. Əvvəl 3 nömrəli orta məktəbdə oxumuşam 5 il. Sonra 2 nömrəli orta məktəbi bitirmişəm. 1965 ildə orta məktəbi medalla qurtarmışam. Politexnik İnstitutuna qəbul olunmuşam. Yəni o vaxt medal alanlar 2 imtahan verirdi. Əgər ikisindən də 5 alsaydılar qəbul olurdular. Mən riyaziyyat yazıdan da 5 aldım, kifayətdən də 5 aldım və ali məktəbə institutda İnşaat Fakültəsinə qəbul olundum. Və mən 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat Fakültəsini bitirdim. Ancaq onu sizə deyim ki, 3-də, 4-də oxuyanda mən Azərbaycan Pioneri qəzetində məqalələr yazırdım. Demək olar, yadımdadır o qəzet həftədə 2 dəfə çıxırdı. Və ən azı həftədə 1 dəfə mənim yazılarım gedirdi. Özdə samballı yazılar, o çək səviyyəsində olan yazılarım gedirdi. Mən instituta girəndən sonra getdim qəzetin redaksiyasına. O vaxt Allah qəni-qəni rəhmət eləsin, böyük jurnalist, gözəl insan, qəzetin baş redaktoru Əmrah Əmrahov idi. Və mən qıza dedim ki, Əmrah müəllimə deyin ki, filan kəs gəlib, məni qəbul elədi məmnuniyyətlə və bütün şöbə müdürlərini dəvət elədi. Məni tanış elədi ki, bax, Hüseyn Bala Mirəlimov, bizim müxbirimiz budur. O vaxt yadımdadır, Əmir Mustafayev orada şöbə müdürü işləyirdi. Svetlana Nəzəfova şöbə müdürü işləyirdi. Vali Səfərov, Məmməd Əkbərov, Hafiz Hüseynov, Vaqif Nəsib, hətta Asif Quliyev, onlar tanıdığım, görkəmli jurnalistlər, hamısı orada işləyirdi. Və elə orada Əmrah müəllim mənə dedi ki, işləmək istəyirsən qəzetdən. Mən ona dedim ki, bəs axı mən gündüz oxuyuram, dedi, ev yoxdur. Saat 1-ə qədər dərsini keç, birdən sonra gəl, 2-ci növbə. Və demək olar ki, institutu qutarana qədər ədəbiyyat şöbə, məni baş ədəb işçi deməli götürdü işə, elə o dərzəmi aldı. Və mən institutu qutarana qədər ədəbiyyat şöbəsini aparırdım. Yəni, baş ədəb işçidim, amma şöbə müdürünü də əvəz edirdim. Ədəbiyyat şöbəsini apardım mən və o mənim həmişə gözəl belə bir yaddaşımda bir xatirə kimi canlanır. Çox görkəmli yazılan əsərlərini mən redakt edirdim, çap edirdim qəzetdə və yadımda da o vaxt Azərbaycan Dövlət Universitetinin Jurnalistika Fakültəsinin tələbələri bizə pratikaya gəlirdilər. Mən hər il 5-6 gənc uşaqlara, gənc tələbələrə hətta xəbər yazmağı, oçerk yazmağı, məqala yazmağı kömək edirdim, öyrədirdim də. Mən artıq işləyirdim, onu bilirdim, ona görə. Və sonradan da adamlar mənə həmişə hörmətlə yanaşırlar və zarafatca deyirdilər ki, Hüseyn Bala müəllim bizim müəllimimiz olub. Qəzetdə bizə dərs keçib. Belə sonra da ki, institutu bitirəndən sonra əsgər getdim 1 il Kaliningrad vilayətində. Orada Batis şəhəri vardı, orada 1 il xidmət elədim, ali təhsilli olduğuma görə. Sonra qayıtdım, mən özüm inşaatçı mühəndisəm dediyim kimi və qayıtdım Lənkəranda, Lənkəranda yaşadığıma görə qayıtdım Lənkəranda qaz tikinti idarəsi vardı o vaxt. Orada məni əvvəl iş icrası götürdülər. 1 aydan sonra baş mühəndis, 2 ildən də sonra o idarənin rəisi oldum, 14 il. Və yadımdadır 86-cı ildə yanvarın 1-də məni Bakıya Tresti müdürü gətirdilər. 2 ildən sonra
baş direktör oldum. Maye Gaz İstihsalat Birliği'nin baş direktörü. Sonra Devlet Yanacak Komitesi'nin sədrinin birinci mavini oldum. Sonra da ki sədri çıxardandan sonra bir 2 ilə yaxın mən Dövlət Yanacaq Komitəsində sədri əvəz elədim. Və sonradan da Elçibəy hakimiyyəti gəldi. Biz əlbəttə, onlar bizə düşmən kimi baxırdılar, köhnə kommunist kimi baxırdılar. Və onlar hakimiyyətə gələndən sonra əlbəttə Elçibəy öz ukazı ilə, öz əmri ilə, sərəncamı ilə məni işdən çıxartdı. Və mən bir müddət bizneslə məşğul oldum. Sonradan Bakı Şəhər İstihsalat Qaz İdarəsinə mavin gəldim. Və ondan sonra da deməli Azərbaycan Qaz Emalı Zavodunun direktoru oldum. 10 il orada işlədim. Bəli. Və Yeni Azərbaycan Partiyasının yaranmasında böyük xidmətlərim olub. Xətai rayonunda partiyanı biz yaratdıq. Və bir müddət sonra mən həmin Xətai rayonunda Yeni Azərbaycan Partiyasının sədri oldum. Təqribən 15 il. Milli Məclisin deputat seçildim oradan. Yeni Azərbaycan Partiyasının zamanəti ilə, onun deməli tapşırığı ilə mən namizədliyimi irəli sürdüm və 3 çağırış Milli Məclisin deputatı seçildim. 3-cü, 4-cü, 5-ci çağırış. Bəli, 3-cü, 4-cü, 5-ci çağırış Milli Məclisin deputatı olmuşam. Təqribən hardasa 2005-ci ildən 20-ci ilə qədər. Bəli, 20 Xətai rayonundan 33 saylı dairədən mən deputat seçildim və mən həmişə yadıma salanda bir şeyə fərəhlənirəm, bir dəfə televiziyada baxırdım təsadüfən. Gördüm, küçədə adamları müxbir çağırır ki, soruşur. Sizin deputatınız kimdir? İnanırsan çoxu bilmirdi deputatları kimdir. Amma bir nəfərdən soruşanda deputatımız mənə dedi, Hüseyin Bala Mirəlamovdur, həqiqi mənada. Və bu özü böyük bir göstəricidir. Çünki mən daima seçkilərlə işləyirdim, onları qəbul edirdim, onların arzularına, onların şikayətlərinə diqqətlə qulaq asırdım. İmkanım daxilində yuxarı dairələrə çıxırdım, onlara kömək əlini uzadırdım. Belə də çalışmışam ki... 1980-cı ildə Qırmızı Əmək Bayrağı almışsınız. Bəli. Bundan sonra da bir çoxlu sayda mükafatlarınız, fəxratlarınız oldu. Bəli, doğrudur. Bəli, mən deməli, ondan başqa da mən məni təqdim elədiniz elmlər doktoru, professor. Mən Azərbaycan Dövlət o vaxt Neft Akademiyası idi. Sonradan oldu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Orada mən 15 ilə yaxın kafedra müdürü olmuşam. Aparıcı kafedralardan birinin müdürü olmuşam. Mühəndislərin yetişməsində də çalışmışam, xidmətlərim olub. Və sonra bir neçə dərslik müəllifi olmuşam. Və yəni həm tək, həm də ki, qoşa müəlliflə dərslik kitabı yazmışıq. Və indiyə qədər həmin dərsliklər Neft və Sənaye Universitetində tələbələr ondan dərs keçirlər, öyrənirlər, dərs kimi. Yəni dərslik kimi istifadə edirlər və bədii yaradıcılığımdan danışanda mən dediyimdə bayaq dedim, hələ orta məktəbdə oxuyanda mən 7-ci sinifdə oxuyanda ilk dəfə Bir Tikə Çörək adlı hekayəm çıxdı Lənkəranda. Leninçi qəzeti çıxdı o vaxt. Bir Tikə Çörək adlı hekayəm orada çıxdı. Sonra Azərbaycan Pioner qəzetində, Pioner jurnalında, Azərbaycan Gəncləri qəzetində, Ulduz jurnalında, Azərbaycan jurnalında və nə bilim, çoxluca jurnallarda, qəzetlərdə mənim hekayələrim, povestlərim, romanlarım, pyeslərim dərc olunur və indiyə qədər də dərc olunur. Çoxlu kitablarınız var və çoxlu əsərləriniz var. Bəli də, çünki mənim bir dəfə istədim sizə deyəm ki, ədəbiyyat mənim hobbimdir. Ancaq bir yadıma bir xatirə düşdü, onu deyim sizə. Bir dəfə işə getdim, qız dedi mənə, katibə mənə dedi ki, xalq şairimiz Qabil zəng eləmişdi, səni axtarır və nömrə qoydu, xahiş elədi ki, sən ona zəng eləyəsən. Yığdım onu, Allah rəhmət eləsin, bilirdiniz. Qabil daxilən çox gözəl, azad bir insan idi. Ruhu da azad idi. Yığdım onu qorxa-qorxa və Qabil, dedim, salam Qabil mənim filan kəsdi. Bu birbaşa. Salamın cavabını almadan dedi, bilirsən, sənə minnət qoymaq istəmirəm. Mən indi bu dəqiqə heç kəs oxumuram. Amma sənin Gəlinlik Paltarı romanını bizim evdə növbə ilə oxunur. Əvvəl mən oxumuşam, indi yoldaşım oxuyur, nə bilim, gəlinim oxuyur, oğlum və s. və ilaxır.
Dedim çok teşekkür ederim, minnettarım. Çok minnettarım size. Dedi yok sana bir adım var. Biraz çəkindim, dedim görəsən nə xoşuna gəlməyib. Dedim eşidirəm Qabil müəllim. Dedi ki, o gün sən televiziyada çıxış eləyəndə mən qulaq asırdım sənə. Sən dedin ki, ədəbiyyat sənin hobbindir. Allah rəhmət eləsin. Onun çıxışları indi Azərbaycan televiziyasının Qızıl Fondunda qalır. Və oğlu Mahir buna şahiddir. Dedi ki, sən dedin ki, ədəbiyyat sənin hobbindir. Mən sənə irad tuturam. Ədəbiyyat sənin hobbin deyil. Sən yaxşı yazırsan, sən gözəl yazırsan, mənim şəxsən xoşuma gəlir. Ona görə sənə deyirəm, mühəndislik sənin hobbindir. Bundan sonra belə deyiləm. Mən də zarafatlaşdıq, dedim, baş üstə Qabil müəllim. Ustadın sözü mənim üçün qanundur. Biraz zarafatlaşdıq və demək istəyirəm ki, doğrudan da ədəbiyyatı mən çox sevirəm. 7-ci sinifdən çap olunuram. Mənim, necə deyim, onsuz yaşaya bilmirəm də. Oxuyuram və yazıram. Oxuyuram və yazıram, mən ona zövq alıram. Mən ona ləzzət alıram. Mən inanıram ki, bunların içində ən gözəli xəcalət olur və Bəxtiyar Vahabzadə onun haqqında... Bəli, mənim yadımdadır. O vaxt Bəxtiyar müəllimə əl yazmamı verdim. Bəxtiyar müəllim mənə bir açıq məktub yazdı. O, səhv eləmirəmsə, o 525-ci qəzetdə dəqiq çap olundu, amma 525-ci qəzetdə o çap olundu. Və sonra da kitablarda zaten onu çap elədik. Bəxtiyar müəllim orada çox gözəl bir ön söz yazmışdı. Allah onu rəhmət eləsin. Biz onlardan öyrənə-öyrənə Qabildən, Bəxtiyar müəllimdən, nə bilim, başqa Səməd Vurğundan. Hal-hazırda Hüseyn Bala müəllim həm yaradıcılıqla məşğuldur. Hal-hazırda fəaliyyətinizi bu yöndə davam etdirir. Ancaq yaradıcılıqla məşğulam. Özüm pensiyadayam, yəni təqaüddəyəm. Deputat təqaüdü alıram. Həm də ki, boş vaxtlarımı oxuyuram və imkan daxilində yazıram. Hüseyn Bala müəllimin Cənub bölgəsi haqqında hal-hazırdakı fikirləri necədir? Cənub, elə bilirəm ki, sizin xatirənizdə başqa... Mənim həmişə Cənub bölgəsi haqqında deyəndə, söhbət düşəndə, o vaxt yadıma gəlir Nikolay Tixonov, Azərbaycanda, bilmirəm, Rusiya günləri idi, ya nə idisə, onlar gəlmişlər. O vaxt Lənkəranda işləyirdim mən. Nikolay Tixonov da, böyük Rus şairi bilirsiniz, gəlmişdi. O Lənkəranı Cənub mirvarisi adlandırdı. Sözün həqiqi mənasında. Amma Cənub mirvarisində əlbəttə işlər gedir, abadlıq işi də gedir, tikinti işi də gedir filan. Amma bircə mənim niskilim var Lənkəranla bağlı. Mən çox istəyərdim ki, Lənkəranda, əlbəttə Lənkəran şəhərində bir qismində kanalizasiya var, kanalizasiya xətti var. Və bir çox hissəsində yoxdur. Mənim ən böyük arzum odur ki, Lənkəranda gözəl bir şəhərdir. Cənub mirvarisi deyilən bu şəhərdə kanalizasiya xətti çəkilsə daha gözəl olar, daha yaxşı olar. Mən inanıram ki, yəqin ki, bizim dövlətimiz onu yaxın vaxtlarda o məsələni gündəmə gətirir. Çünki inanmıram ki, o Lənkəran kimi bir şəhər diqqətdən kənarda qalsın. İnşallah. Hüseyin, biz də Cənubun Səsinin komandası olaraq Cənublar haqqında, Cənub bölgəsini əhatə edən rayonların tanınmış ziyalıları, alimləri, professorları haqqında tez-tez məqalələr dərc edirik. Onlar haqqında sənədli filmlər çəkilir və rayonların ümumi tarixi haqqında tez-tez yayımlar veririk və inanıram ki, siz də bizi izləyirsiniz. Bu bizə arzularınız, bizə məsləhətlərinizi. Mənim arzum odur ki, ümumiyyətlə Azərbaycanın bütün bölgələri gözəldir. Azərbaycan özü gözəl bir şəhər, gözəl bir respublikadır, gözəl bir regiondur. Bizim Qafqazda demək olar ki, ən gözəl, özdə son vaxtlar Bakıya gələn, Azərbaycan gələn insanlar, 2 il bundan gələn adamlar, 2 ildən sonra gələndə onlar heyrətlənirlər ki, bu qədər inkişaf, bu qədər gözəllik, bu qədər, bilirsiniz, çox, bu həm zəfər qazanmışıq müharibədə, 44 günlük müharibədə. Həm zəfərimiz, həm də ki, bu abadlığımız paralel gedib, bu çox gözəldir və bütün regionlarımız da belə Bakı kimi inkişaf edir. Mənim arzum odur ki, Cənub regionu biraz da yaxşı inkişaf eləsin, orada insanların rifahı biraz da yaxşılaşsın və sizin televiziyada arzum odur ki, siz xalqımızın güzəranının yaxşılaşmasına, şəhərlərimizin gözəlləşməsinə, insanların problemlərinin həll olunmasına yaxından kömək eləyəsiniz
və insanlar sizi diqqətlə izləsinlər. Yəni sizi həmişə izləsinlər, həmişə baxsınlar. Arzu olunan televiziya olası onlar üçün. Mənim arzum budur. Təşəkkür edirəm müsahibəyə görə. Çox sağ olun. Dəvətimizi qəbul etdiniz, diqqətinizə, qayğınıza, sayğınıza görə vaxtınızı ayırdınız. Çox sağ olun deyirəm və dəyərli dostlar, bugünkü müsahibim və qeyd edeyim ki, bizim Cənub bölgəsində fəxri ziyalılarından olan Hüseyn müəllim Mehramoğlu idi. Hüseyn müəllimə sizə öz sonsuz təşəkkürümü bildirirəm. Çox sağ olun. Mən sizə təşəkkür edirəm ki, doğrudan bu çətin dövrdə, bu nə bilim, bilirsiniz də adamların başı, qayğıları falan məni yada salmışsınız və gəlmişsiniz ki, mənimlə görüşməyə. Bunun özü mən çox qiymətləndirirəm yüksək səviyyədə. Təşəkkür edirəm. Çox sağ olun, var olasınız.